إن الحمد لله نحمده ونستعين ونستغفره نعوذ بالله من شرور أنفسنا ومن سيئة أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا şerike له وأشهد أن محمدا عبده ورسوله. Əziz və dəyərli qardaşlar, əvvəla özümə sonra da bütün qardaşlara bir nəsihət olaraq demək istəyirəm ki, biz dinimizi öyrənərkən baxmalı ki, dinimizi kimdən öyrənirik? Çünki din bir əmanətdir. Hər bir müsəlman baxmalıdır ki, dinini kimdən götürür. Çünki bəzi qardaşlar var ki, deyir ki, mən kimə gəldi, nəyə gəldi qulaq asıram. Yox, mənim əqidəm onsuz salamatdır. Mənə heç bir təhlükəli bir şey olmaz. Yəni demək istəyir ki, mən əqidəm formalaşıb, mən bir təməl üzrəyəm və kimə gəldi qulaq asım, heç bir təhlükə törədilməz. Lakin bu çox xətalı bir sözdür. Çünki insan, hər bir müsəlman kimə gəldi qulaq asmaqla dinini qorumuş sayılmaz. İnsan dinini qorumaq üçün bilməlidir, dinini kimdən götürür. Bu barədə baxmalıdır. Böyük alimlərimiz var və hansı alimlər həqiqətən də Allah Resulü s.ə.v-in ona tabi olan, onun sahabələrinin, onun tabinlərinin sözünü götürən və öyrənən, buna tabi olan insanlardır ki, böyük alimlərimiz. Və bu yolu getmək vacibdir və lazımdır. Şübhəsiz ki, Allah Teala öz dinini qorumağı öz üzərinə götürmüşdür. Allah Teala buyurur ki, Nəhnu nəzzəlnə zikrə, innəhu ləhu lə hafizun. Bu zikri biz nazil etdik və bunu da biz qoruyacağıq. Burada zikr dedikdə Allah Teala həm Quranı, həm də sünnəni deyir. Yəni biz hər ikisi olmalıdır ki, dinimiz qorunmuş olsun. Yəni bunlardan biri olmazsa, o biri olmaz. Yəni din qorunmuş olmaz. Yəni bunlar hər ikisi bir-birinin təfsir edir və açıqlayır və bir nurdur, bir yoldur ki, bunun səbəbi ilə insan öz dinini öyrənə bilsin. Yəni bir hədis digər ayəni təfsir edir, izahatən verir ki, biz neyniyək? Dinimizi öyrənək. Bir ayə digər bir ayəti təbil edir və tərcümə edir, təfsir edir ki, biz başa düşə bilək. Belə olmadığı təqdirdə biz dinimizi öyrənə bilmərik. Onunla bərabər yanaşı həmçindəki sahabənin fəhmi. Şübhəsiz ki, sahabənin fəhmi olmadan biz heç vaxt haqqa hesabət eləyə bilmərik. Dinimizi doğru düzgün öyrənə bilmərik. Buna misal çoxdur, ibrətamiz qissələr, dəlillər çoxdur. Məsələn, bunlardan biri misal çəkək, İbn Abbasın hadisəsi, daha doğrusu Əli ibn Əbu Talibin dövründə baş verən xavarici fitnəsi. Və fikir verin, Əli ibn Əbu Talib, Allah razı olsun bütün sahabələrdən, xavaricilərin düşərgəsinə İbn Abbası göndərir ki, git onlardan münazirə elə, münaqişə elə. İbn Abbas deyir ki, mən onların yanına gəlir və onlara deyir ki, mən sizin aranızda bir dənə sahabə belə görmədim. Yəni, bu sözün mənası nədir? Yəni, o deməkdir ki, siz heç bir haqq yolda ola bilməzsiniz. Əgər sizin aranızda sahabə yoxdursa, hansı o kişilərin yanında Allahın ayətləri nazil olub, o kişilər Allah Resulü s.ə.v bərabər olublar, cihadda, döyüşdə, namaz qılarkən, səfərdə olarkən, zəkat verərkən, sədəqə verərkən, bütün ibadətlər ancaq baş verib sahabələrin yanında. Yəni, bu Allahın ayətləri nazil olub harada? Sahabələrin, yəni ki, Allah Resulü s.ə.v sahabələrin əhatəsində din nazil olub, vəh gəlib və bunu da sahabələrini öyrədib. Əgər bu kişilərdən bir kimsə sizin yanınızda yoxdursa, demək, heç vaxt siz haqqı hesabət eləyə bilməzsiniz. Doğru yolda ola bilməzsiniz. Ona görə də bizə vacibdir ki, biz dinimizi Quran və sünnədən götürək, həmçinin bununla bərabər də sahabənin fəhmi ilə dinimizi öyrənək. Və biz dinimizi öyrənərkən, bəli, bir çox bidətlər üzrə çıxacaq, bir çox təhriflərlə üzrə gələcəyik. Lakin Allah Teala dinini qorumaq üzərinə götürülmüş və buna da bir çox səbəblər var. Bir çox vəsilələr var ki, din qorunmuş olsun. Dediyimiz kimi sahabələr, tabinlər, ətbə tabinlər və böyük alimlər bu səbəblərdən biridir. Yəni, əvvəlki dinləri Allah Teala qorumağa özlərini götürməmişdir. Yəni, bunun bir çox səbəbləri olmuş, dinin təhrifə uğraması, əsas məcrasından, məqsədindən kənara çıxması,
Yəni peyğəmbərlər gələndən sonra onların yenidən şirkə düşməsi, yenidən dinin təhrif olunması, həmçinin bir çox səbəblər, həmçinin də insanların bununla imtahan edilməsi ki, yeni peyğəmbər gələndə, o yeni şəriət gələndə onlar bu şəriətə, yeni peyğəmbərə tabe olacaqlar, yoxsa yox. İndiki dövrümüzdə olduğumuz kimi, məsələn, nəsranilər, yahudilər görsən ki, deyirlər ki, yox, bizim öz peyğəmbərlərimiz var, öz dinimiz var, öz şəriətimiz var. Bu da böyle bir imtihandır ki, onlar bir imtihana tutulmuş, lakin bu imtihandan çıxa bilməmişlər. Həmən batıl inancda qalmışlar. Və sonuncu dini Allah Teala qorumağı öz üzərinə götürmüşdür. Və din də dediyimiz kimi bir neçə iki səbəblə, yəni Quran və sünnə, sahabənin fəhmindən qorunacaqdır. Buna baxmayaraq, çox keçməmiş sahabə tabiin dönəmində Hammad ibn Zeyd böyük tabinlərdəndir. O deyir ki, artıq 12.000 hədis uydurulmuşdur. Artıq 12.000 hədis uydurulmuşdur. Və bunun başında da İbn Teymiyyə rəhməhullah deyir ki, bunun başında, yəni hədis uyduranların başında rafizlər dayanır, həmçinin digər firqələr, cəhmilər, qədərilər, cəbrilər və s. Hətta özlərini əhl-sünnəyə nisbət edən bir çox kimsələr də olub ki, alimlər barədə də bir çox hədislər uydurublar. Məsələn, Əbu Hənifə haqqında hədis uydurublar ki, İsa əleyhissalam gələndən sonra Hənəfi məzhəbi ilə fətvalar verəcək, hökm verəcək. Hənəfi məzhəbindən hökm çıxaracaq və fətvalar verəcək. Bu qədər gülünc bir sözlərə yol vermişlər. Lakin bu çox təhlükəli məsələdir. Bu məsələdə insan ehtiyatlı olmalıdır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Mən kəzibə aleyyə mütəammidən fəliyətəbəvvəu məqədəhu minən-nər." Hacı Buxarıda, İmam Buxarıda gəlir. Buyurur ki, kim mənim adımdan yalan danışarsa, yalan hədis uydurarsa, bilə-bilə öz yerini cəhənnəmdə hazır görsün. Hətta bu hədisi eşidəndən sonra bir çox sahabələr hədis etməkdə ehtiyatlı oldular. Qorxdular ki, onlar ziyadə etsinlər, nəyəsə artırsınlar, nəyəsə əskilsinlər. Nəyəsə hansı bir nöqsana yol versinlər. Hətta sahabələrin böyüklərindən, böyük sahabələrdən, yəni ki, elmli sahabələrdən Ənəs ibn Məlik, Allah razı olsun, deyir ki, mən Allah Resulü'nün sallallahu aleyhi ve sellem bu sözü eşidəndən sonra ondan hədis rəvat etməkdə, bir çox hədislər rəvat etməyə mənə mane oldu. Bu sözü eşidəndən sonra. Halbuki biz bilirik ki, sahabələr çox elmli idi, hafizləri güclü idi, lakin onu Allahdan qorxublar, ehtiyat ediblər ki, hansı bir xətaya yol versinlər. Həmçinin tabinlərdən olan Əbu Ömər Əş-Şeybani, o İbn Məsud tələbəsi olub, Küfədə doğulub, sonra Bağdadda yaşayıb, böyük alimlərdən sayılır, ərəb dil qrammatikasının böyük alimlərdən sayılır. Hətta o səhraya gedərdi. Bəzi kəlmələri, yəni Quranda gələn bəzi qədim kəlmələri başa düşmədiyi təqdirdə gedərdi bədəvilərdən, çünki bədəvilərin dilindəki o ədəbi sözlər və şeirlərdə olan kəlmələr təhrifə uğramamışdı. Yəni olduğu kimi təmiz, saf qalmışdı və onlardan o kəlmələrin sirrini, ərəb dil sirlərini öyrənərdi. Böyük alimlərdən sayılır. O İbn Məsuddan rivayet edir ki, İbn Məsud hətta Allah Resulü sallallahu aleyhi ve sellem hədis rivayet edərkən deyir, bədən əsərdir. Yəni o dərəcədə onların məsuliyyətli olublar.